inqilabdır. Çünki zalimlər hər nə qədər ki məzlumlardan şapalaq yemirlərsə, bir o qədər nə olur? Zülmlərini artırırlar. Həmən o inqilablar, yəni İmam Hüseyin əleyhissalamın inqilabı ilə başlayan dalıcan Təvvabinin, onun dalıcan Muxtar Səqəfinin, onun dalıcan İbn Qəsilül Mələikənin, dalıcan Zeydin, dalıcan Yəhyanın bu inqilablar idi ki, Ali Ümməyyən hökumətini sökürtdü və axırda gəldi, məhv oldu. Xülasə, İmam əleyhissalam Zeyd-ü Şəhidin qiyamını dəstəkləməsə də, onu təsdiq eləməsə də, açıq-aşkar onu etiraz da eləmədi ki, məsələn, əmin batil yoldadır, bu inqilabı niyə elədi, bunu elədi, eləmədi demədi. Yaxşı, bəs niyə görə İmam əleyhissalam indiki görürdü ki, məsələn deyək, Ali Əli salamullahi əleyhim İnqilab Zeydin başçılığı altında olsun, özdəki imamın öz sözü təsdiqləyir ki, Zeyd özü üçün hakimiyyət istəmirdi. Niyə görə Zeydin qiyamını dəstəkləmədi? Eləyə bilərdi ki, elə necə ki, məsələn fərzən, məsələn, İmam Səccad əleyhissalam əmisi Muhammed ibn Hənəfiyyənin yolu ilə